Mən Vüsal Kəlbəcəri bu günlərim 22 mart 2026-cı il Bərdə rayonunun Qəhrəmanı kəndindəyəm. Kəlbəcər sakininin evindəyik. Dəfələrlə müraciətlərinə əsasən müraciətlər etməyinə baxmayaraq bu insana dəstək olunmuyubdur və Qaçqın.com-a aidiyyəti olan orqanlara müraciət olunubdur və bu insanın yaşayış tərzini mən sizə göstərmək istəyirəm. Gəlin zəhmət olmasa. Bəli, geniş şəkildə çəkin, görün ki, harada yaşayırlar. Yəni ağır və çox acınacaqlı vəziyyətdə yaşadıqlarına baxmayaraq, hələ də ev növbəsinə düşə bilməyibdir. İstəyi və arzusu ondan ibarət ki, mən sizə onun dilindən deyəcəm. Xoş gördük. Adınız, soyadınız? Cabbarov bəylər Dağlaroğlu. Kəlbəcər rayonunun Keçirqaya kəndi. Mən 1 il 3 ay Həsəniz kəndinə yazılmışam. Mənə hələ evinin bağlı bir söz deyilmir. Zəng eləyirəm, mənə hələ bir söz deyilmir. Həsənrız kəndində evə növbəsinə yazılmışsınız. Hara müraciət eləmişsiniz? Hansı orqanlara? Qaçqın.com-a eləmişəm, köşk həmsiyyəsini eləmişəm, hamısını eləmişəm. Amma hələ də nəticə yoxdur. Adiyyəti olan orqanlardan xahiş edirik. Başda Rövşən müəllim və Qaçqın.com-dan təşəkkür bildirirəm ki, bizim bir neçə çəkilişlərimizə müsbət reaksiya vermişsiniz. Sizə dərin təşəkkürü bildirirəm Rövşən müəllim və o cümlədən də Qaçqın.com-a. İnanıram ki, inşallah bu ailəyə də dəstək olunacaqdır. İnanıram ki, bu ailənin də yeni evlə təmin olunmasını inşallah sizə təşəkkür, inşallah videosunu çəkərik. İnşallah. Allah sizə ömür versin, can sağlığı versin. Cənab Prezidentimizdən, adiyyəti olan orqanlardan istəyiniz. Bugün 2026-cı il, 22 martdır. Vallahi çətin vəziyyətdə yaşayırıq. Vəziyyətimiz çox acınacaqlıdır. Uşaqlar hamı orta məktəbin qutarır, hamısı kollecdə oxuyur, yoldaşı gələ bilmir, tələbə yoldaşı gələ bilmir evə. Evimiz pis vəziyyətdədir. Xahiş edirəm ev barəsində bizə. Cənab Prezidentimizə eşq olsun. Adiyyəti olan orqanlar inanıq ki, bunu edəcəkdir. Cənab Prezidentimiz hər dəfə çıxışında deyir ki, yerdəki məmurlar və dövlət orqanları hər biriniz vətəndaşların yanında olsun. Ona görə də Cənab Prezidentimizə bizim çəkilişlərimizi birbaşa yönləndirir inşallah Cənab Prezidentimizə və xahiş edirik və rica edirik ki, inşallah qısa bir zamanda bu ailəyə dəstək olunsun. İnanıram ki, bu video birbaşa adiyyəti olan orqanlara çatan kimi inşallah bu ailəyə dəstək olacaqdılar. Dərin təşəkkür bildirirəm. Allah təala sizə uzun ömür, can sağlığı versin. Keçid alaq yaşayış tərzində çəkək, xahiş edirəm. Gəlin. Biraz yaxın gəl də xanım. Gəlin, baxın. Belə çəkin, xahiş edirəm. Bəli. Yaşayış tərzində çəkin, xahiş edirəm. Hə, keçin içəri. Qoy işıqlar ya. Hə. Çəkin.